Geçen bir alemi balıqdan gələ-gələ. Bilirsiniz ki, mən başımı işlətməkdən xoşum gəlir və avtolübiteləm. Demək, diferensial kəşf olunub ki, arxa təkərlər ümumiyyətlə də döncədə. Bax, məsələn, stadionda ki, qaçırlar, idmançılar. İçəri dairədə qaçan daha az məsafə qət eləmiş olur. Nəinki kənar dairə ilə qaçanda, kənar dairədə qaçan daha çox məsafə qət eləmiş olur. Avtomobildə belə problem olmasın deyə diferensial kəşf olunub. El arasında difer deyirik. Yaxşı, diferensial bildik, arxaları regulovka elədi. Bəs qabaq təkərlər, dönəndə qabaq təkərlər də təkərdir də, maşının da eyni. Bəs qabaq təkərlər, arxa təkərləri diferensial nizamladı. Qabaq təkərlər ola bilsin sadəcə fırlanır da, belə peredni vedushi də fərqli olar. Arxa ötürücüdə qabaq təkərlər prosta araba təkəri kimi fırlanır da, orada problem çıxartmamalıdır. Özüm qoca başımdan fikirləşib tapdım.